Salam əziz izləyicilərim, kanalıma xoş gəlmişsiniz. Bugünkü videomda hazırlanması çox asan olan mayasız xəmirlə hazırlanan börek reseptini sizinlə bölüşürəm. Üstü xırçıltılı, çox dadlı, doyumlu, ətli, içlikli bir börekdir. İndi keçək hazırlanma qaydasına. Əvvəlcə xəmiri hazırlayıram. Bunun üçün əvvəlcə ərzaq qabına 250 ml stəkanla 1 stəkan ılıqdan biraz isti su, yarım çay qaşığı da tuz əlavə edib qarışdırıram. Duz suda həll olana qədər qarışdırıram. Duz əriyəndən sonra un əlavə edirəm. Əvvəlcə bir hissəsini əlavə edib qaşıqla qarışdırıram. Qalan unu da əlavə edib əlimlə xəmir yoğururam. Ələ yapışmayan, orta yumşaqlıqda bir xəmir olmalıdır. Xəmir üçün 3 stəkan yarım un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Xəmiri yoğurandan sonra üstün örtüb bir 10 dəqiqə gözlədirəm. Yoğurduğum xəmiri un səpdiyim masaya yerləşdirəndən sonra üzərinə də biraz un səpirəm. Xəmir kəsəndən 2 bərabər hissəyə bölürəm. Kəsdiyim xəmir parçalarından kündə tuturam. Kündələri də hazırlayandan sonra onun da üstün örtüb bir 10 dəqiqə kündələrin düşməsini gözləyirəm. Hazır kündələrdən birini götürürəm. Altın üstün unlayandan sonra oxlovla yayıb böyüdürəm. Arada lazım olanda yenə un əlavə edirəm. Nə çox nazik, nə çox qalın. Təxminən 2-3 mm qalınlığında yayma yayıb açıram. Yaymanı açandan sonra üzərinə çəkmək üçün 100 qram yumşalmış kərə yağı götürmüşəm. Kərə yağından fırça ilə yaymanın üstünə yayıb hər yerinə yağdan çəkirəm. Yaymanı da yağlayandan sonra videoda göstərdiyim kimi bir tərəfdən başlayaraq bükürəm. Sonacan yaymanı bükərək rulon halına gətirirəm. Hazırladığım rulonu videoda göstərdiyim kimi bir tərəfindən başlayaraq öz ətrafında fırlayıram. Uç hissəsini alt tərəfinə keçirirəm. Hazırladığım yağlı xəmiri un səpdiyim boşqaba yerləşdirirəm. Yağın bərkiməsi üçün paketə yerləşdirib soyuducuda 20 dəqiqə gözlədirəm. İkinci kündəni də eyni qaydada yayıb, yağlayandan sonra bükürəm. Onun da üstünü örtüb, yağın bərkiməsi üçün soyuducuya yerləşdirirəm. Bu arada içliyi hazırlayıram. Bunun üçün 300 qram dana ətini ət-çəkən maşınından keçirtmişəm. Video çox vaxt aparmasın deyə ərzaqların doğulanma hissəsini çəkməmişəm. Soğanı da ət-çəkən maşından keçirtmişəm. Bir ədəd xırda kartofu da kub şəklində doğramışam. Ətin üzərinə çəkilmiş soğanı, kartofu, bir də ədvalardan duz, qara istiyot, pul biber əlavə edirəm. 2 xörək qaşığı da bitki yağı əlavə eləyəndən sonra qarışdırıram. İçliyi hazır edib soyuducuya yerləşdirirəm. Artıq yağlı xəmirlərim demək olar ki, bəlkə keçirəm böreki hazırlamağa. Bunun üçün hazırladığım ilk yağlı xəmiri götürürəm. Artıq bərkiyib, un səpəndən sonra oxlovla yayıb böyüdürəm. Böyüdüyü qədər arada un səpib, yayıb, genişləndirirəm. Yaymanı yayıb böyüdəndən sonra videoda göstərdiyim kimi əvvəlcə 4 hissəyə bölürəm. Kəsdiyim hissələri də 2 hissəyə bölüb ümumilikdə 8 yerə bölürəm. Uç hissələrindən də xəmir kəsəndən kəsiklər atıram. Hazırladığım içlikdən bir dolu xörək qaşığı doğradığım xəmirlərin üzərinə yerləşdirirəm. Hamısının üzərinə içliyi yerləşdirəndən sonra keçirəm böreki hazırlamağa. Videoda göstərdiyim kimi kəsdiyim xəmirin uç hissələrini üstünə gətirirəm. Kənarlarını da ortaya doğru gətirib sonacan rulet kimi bükürəm. Hamısını eyni qaydada videoda göstərdiyim kimi kənarlarını ortaya gətirirəm ki,
bişərkən açılmasın. Sonacan hamısını eyni qaydada hazırlayıram. Börek üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Böreğin xəmirini bu şəkildə hazırlayıb, istənilən fərqli içliklərlə də hazırlamaq olar. Kartoflu, pendirli, göyərtili, öz zövqünüzə görə istənilən içliklə hazırlamaq olar. Hazırladığım börekləri yağlı kağız sərdiyim formaya yığmışam. Qalan yağı da böreklərin üstünə çəkirəm, hamısının üstünü yaxşıca yağlayıram. Üstünə küncüt səpirəm, istəyə görə çörək otu da səpmək olar. Börekleri bu şekilde hazırlayandan sonra önceden kızdırdığım 180 derecelik sobada 35-40 dəqiqə pişirirəm. Börekler artık pişib hazırdır. Çok yaxşı alınıb, altı üstü yaxşı kızarıb. Sobadan çıxardandan sonra üstün bir dəsmalla örtürəm. Xəmir mayasız xəmir olduğu üçün üstü çok hırçıltılı olur, ona göre sobadan çıxardandan sonra üstüne bir dəsmalla örtüb bir 10 dəqiqə gözlətdikdən sonra artıq süfrəyə vermək olar. Hazırladığım xəmirdən 16 ədəd çox dadlı, doyumlu böreklər alındı. Siz də hazırlayın, əminəm çox xoşunuza gələcək. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Əgər bu videomda sizin için faydalı oldusa, izledikten sonra beğen düğmesini basmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.